1940-50-ci illərdə SSRİ-də su resurslarını yenidən istiqamətləndirmə ideyası geniş yayılmışdı. Stalin bu ideyanı ölkənin qida və sənaye təhlükəsizliyi üçün vacib hesab edirdi. Xəzər dünyanın ən böyük qapalı dənizidir. O dövrdə SSRİ üçün həm enerji, həm balıqçılıq, həm də neft baxımından strateji əhəmiyyət daşıyırdı. Planın əsas məqsədi Xəzər dənizinə axan böyük çayları, xüsusilə Volqa, Ural, Terek başqa istiqamətə yönləndirərək dənizin səviyyəsini endirmək idi. Quruyan sahələrdə yeni kənd təsərrüfatı torpaqları, neft emalı zavodları, xüsusən də pambıq və buğda zolaqları yaradılacaqdı. SSRİ beləliklə Orta Asiyanın çörək anbarı olacağını düşünürdü. Layihəyə görə Volqa çayının axarı dəyişdiriləcək, yeraltı və yerüstü kanallar və nasos sistemləri vasitəsilə su Aral bölgəsinə və Sibirə yönləndiriləcəkdi. Bu plan daha geniş Böyük Sovet kanalı layihəsinin bir hissəsi idi. Məqsəd bütün SSRİ-ni bir su şəbəkəsi ilə birləşdirmək idi. Sovet alimləri bu ideyanın ekoloji fəlakətə səbəb olacağını söyləmişdilər. Dənizin səviyyəsi düşmə, duz fırtınalı, balıqların məhvi və iqlim dəyişikliyi baş verəcəkdi. Stalin layihəni dəstəkləmiş, hətta bəzi məxfi görüşlərdə Xəzəri qurudub torpağı xalda qaytarmaq kimi ifadələr işlətmişdi. 1953-cü ildə Stalin öldükdən sonra layihə dayandırıldı. Yeni rəhbərlik bu ideyanı praktiki və ekoloji cəhətdən mümkünsüz saydı. 1960-1970-ci illərdə fikirlər yenidən gündəmə gəldi. Lakin Aral dənizinin faciəsi bu tip planların nə qədər təhlükəli olduğunu açıq şəkildə göstərdi. Xəzər dənizinin qurudulması heç vaxt həyata keçməsə də, bu planın insanın təbiəti idarə etməyə istəyinin simvoluna çevrildi. Bu gün də Xəzər ətrafında iqlim və su balansı hələ də o dövrdəki qərarların təsirini daşıyır.